Salam dostlar. Bugün yine biz Defektojo'dan danışacağız. Çünkü yarımçıq kalmıştı bizim dersimiz. Bugün yine Defektojo'dan danışacağız. Yine serverin kurulmasını öğrendik. Serverə bir dənə SAS-dı. Belə deyək də bizim open source kodumuz var. Onu SAS-la skan elədik. Boşluqları əlavə etdik Defektojo'ya və baxdıq ki, hansı boşluqlar bizdə mövcuddur. Görürsünüz, onlar haqqında çox səliqəli şəkildə findingləri görürsünüz, qeyd ediblər burada özləri. İndi dostlar, bugünkü dərsimiz yenə də Defektojo ilə bağlıdır. Yenə də biz çalışacağıq ki, Defektojo'ya məsələn bir dənə produktumuz vardı. Görürsünüz, mobil app var idi. Biz bunun SAS tərəfini eləmişdik. Yəni open source kodları skan eləmişdik. İndi SCA kod skan elədik. Məsəl üçün deyirəm də, mobil app-də. Məsəl üçün mən for example yazmışam da. Və indi onun həm container security-nin rezultatlarını atacağıq ora. Baxacağıq orada vizualizasiyada necə görsənir. Yenə də daxilıq ora. All products-a daxilıq. Bura daxil olduq. Finding-ə daxil oluruq. Import result edirik. Və burada hansı ay? Ayın 3-üdür. Burada seçirik sneak scan seçirik. Əvvəl SAS seçmək üçün sneak code scan seçirdik. Amma SCA scan üçün sneak scan seçdik. Sonra burada baxırıq nələrimiz qaldı. Burada bizim burada SCA görürsünüz JSON formatında əlavə etdik, import edirik və gözləyirik. Artıq bizim findinglər hamısı yenədə gəldi, görürsünüz. Burada hamısı qeyd olunub. Highlar hansılardır? Mediumlar hansılardır? Birini elə belə girək və neyiniyək? Analiz eləyək, sadəcə baxaq. Burada özləri component details da yazıblar. Vulnerable package body parser-dadır. Current version, yəni hal-hazırda versiyası 1.18.3-dür. Vulnerable versiyadır. Və remediation sənə göstərir ki, bunu upgrade eləyəsən sonuncu versiya, özdə yuxarıda göstərir sonuncu versiya və ya da high versiya. Salam. Burada da remediation digər. Baxırıq, mitigation'dır bu. Baxırıq, görürsən, upgrade deyib. Upgrade location deyir, harada yerləşir. Və hansılardır? Upgrade versionlar. Impact'i high'dır. Yəni ki, high'dır. Sonra issue severity high from the base CVSS score 8.2-dir. Yəni ki, yüksək versiyadır. Və hətta sənə Sneak'in özünün rəsmi saytına da biz buradan nə edə bilərik? Giriş edə bilərik. Həmənki versiyanın görürsünüz, bizə nə deyir? High'dır. Özü də burada məsləhət verir ki, how to fix, necə fix eləmək lazımdır, necə düzəltmək lazımdır. Onlar haqqında ümumi məlumat verir. Demək, və burada da commit göstərir ki, hansı commitdə yerləşir kitabda. Ona da baxa bilərik. Burada görürsünüz, bunlarda qeydiyyatlarını aparıblar. Görürsünüz, ətraflı olaraq bizə hər cürə məlumatı verir. SCA haqqında. Yenə də baxırıq, görürsünüz, burada gəldi. Bunu da adını dəyişirik, dostlar. Adını burada yazırıq. SCA scan result. Burada ola bilsin, bizdə adını istəsin. Bir dənə done edirik. Bunun da adı dəyişdi. Bir dənə də engagement'a giririk. Görürsünüz, səliqəli olsun da, yəni ki, dağınıq olmasın da, yəni dostlar.
İndi biz bir dənə də container security-ni əlavə edəcəyik. Yenə də bizim artıq, yenə deyirəm, all productumuz var artıq. Biz daxil oluruq bura. Görürsünüz, burada akurat, çox səliqəli şəkildə 27 total yazılıb. Hamısı bizdə 27 dənədir. 4 dənə low-dur, 12 dənə medium-dur, critical yoxdur, high 11 dənədir. Yəni ümumi də SCA, SAS qarşılıqlı. İndi yenə də bir dənə də əlavə edirik. Burada Trivi. Biz Trivi ilə skan elədik. Trivi skan elədik. Trivi skan elədik. Buranı düz yazıb düzdür. Və seçirik. Nəyə? Trivi. Görürsünüz, skan konteyner. Elədik. Import eləyirik. Aha, görürsünüz, burada bir dənəsini çıxartdıq. High. Görürsünüz. Yəni ki, burada high verib sizə. Görürsünüz, Alpine haqqında vulnerability test leads. Hamısının haqqında çox ətraflı yazıb. Mitigate görürsünüz, özləri yazıb. Hansı versiya eləmək lazımdır. Referenslər, yəni ki, hardan baxmaq lazımdır. Onun haqqında bizə nə verib, məlumat verib. Yenə baxırıq burada. Yenə də bunu da səliqəli şəkildə düzəldirik. Yazırıq bura. Container. Belə deyək. Container. Scan. Result. Burada da seçirik bunu. Bir dənə dan eləyirik. Baxırıq, bir dənə görək səliqəli şəkildə görürsünüz nə gözəl. SCA scan, SAS scan və container scan result. Digərini əlavə edirik. Infrastructure asset kodu da əlavə edirik. Buraya yazırıq 3V. Yenə də burada seçirik. Seçdik. Hər şey yerindədir. Import edirik. Görürsünüz. Infrastructure asset kodunda nə var uşaqlar, dostlar? Rezultatları burada mövcuddur. Bir də burada daxil oluruq. Baxırıq, görürük. Adı editləyirik. Yazırıq. Belə deyək də. Security scan result yazdıq. Bunu burada seçirik. Bu hələlik manualdır bunlar. Yəni bunu da avtomatlaşdıra biləcəyik gələcəkdə. Görürsünüz, bunu da bir dənə düzəldək, daha da qəşəng olsun. Belə deyək də. Scan result. Başlayayım. Result. Bunu da belə yazırıq ki, neynəsin dostlar? Səliqəli olsun. Görürsünüz, nə qəşəng səliqəli. Bizim bir applicationımızın həm konteynerini skan elədik, həm belə deyək, əgər bizdə Ansible, Terraform, əgər orada Kubernetin YAML deployment faylları varsa, YAML-dır, servis digərləridir və bizim hansı proqram təminatı ilə yazırlarsa, yəni ki, Java olsun, Python olsun, Go olsun, Golang olsun, JavaScript olsun, onun kitabxanaları yoxlamaq üçün result və SAS, bizim source kodumuzu yoxlamaq üçün SAS-ımızın resultı da buradadır. Görürsünüz, yəni ki, belə sağlam şəkildə hamısı yerindədir. Bunları da görürsünüz, burada ilə özləri burada yerləşdiriblər. Məsələn, PDF vurandan kimi avtomatik olaraq budur, görürsünüz, rezultatları çıxartdı verdi mənə. Ümumidir bunlar, ümumi rezultatlardır. Bunu siz ayrı-ayrılıqda da çıxarda bilərsiniz. Məsəl üçün, daxil oldunuz buna, daxil oldunuz bura, görürsünüz belə. Sonra bunu PDF-dən eləyə bilərsiniz, çıxarda bilərsiniz. Görürsünüz. Hamısını qeyd edir. Onun report web tərəfində çıxarda bilərsiniz, web kimi, HTML kimi görürsünüz. Sonra da save as eləyə bilərsiniz. Məsəl üçün, atarıq bura,
Adını qoyarıq ki, məsəl üçün də konteyner. Məsəl üçün konteyner. Ay, bağışlayın. Caps lock yandı. Konteyner. Konteyner result. Scan result. Scan result. Yazdınız. Bura əlinizin altında olur hər yer. Görürsünüz, yəni bu da kritikliyin yazır və sizə ətraflı yazır. Baxın, fix eləmək üçün nə etmək lazımdır? Hamısını sizə ətraflı yazır bu haqda. Eyni ilə digərlərinə də daxil oluruq. Yəni burada lap SAS scan olsun. Bura daxil olursunuz. Yəni bura daxil olursunuz. Görürsünüz, yazılıb. Burada yəni yenə deyirəm, PDF də eləyə bilərsiniz, print də eləyə bilərsiniz, Excel faylı da çıxarda bilərsiniz. Mən tövsiyə edirəm ki, report faylı olsa daha yaxşı olar. Çünki burada ətraflı bunlar qeyd ediliblər. Yəni hansı fayldadır, hansı line-dadır, boşluğun əsas məğzi nədən ibarətdir, adı nədir. Yəni ki, high versiyalar. Görürsünüz, necə fix olunmalıdır. Hamısını nə ediblər dostlar? Hamısı burada bizim üçün ətraflı qeydiyyatdan aparıblar. Demək, sonra nə qaldı bizdə? Hamısını görürsünüz, sərgəli şəkildə hamısını eləyə bilərik. Biz PDF-lərini çıxarda bilərik. Gördüyünüz kimi, yenə giririk All Product-a. Görürsünüz, yenə burada bir kritik artdı. Belə də baxa bilərsiniz, fərqi yoxdur. Yəni, bura tıkladınız, görürsünüz, low-lar gəldi. Təzədən qayıtardınız geri. Bura tıkladınız, medium-a. Burada medium gəldi. Aydın məsələdə hərəsi ayrı-ayrıdır da. Yəni, bunlar hamısı bir yerə, yəni, belə deyək də, yığışıblar. Görürsünüz, hamısı, yəni, diaqramlarla da baxa bilərik belə. Mən bir də baxmamışam açığı. Kritik görsən nə qədərdir. Özləri burada nə ediblər dostlar? Qeydiyyatlarını critical product metric görürsünüz, göstərirsə hansı metrikdədir. Sonra all points imputation yoxdur. Product metric types, counts bir şey yoxdur. Userlarda onu göstərir. Yəni çox belə bu ümumi obşu vizualizasiyadır ki, bu sizi daha da əlverişli göstərir və bunu biz gələcəkdə çalışacağıq ki, hər bir pipeline-da scan bitəndən sonra, məsələn, SCA bitdi, JSON-u göndərəcək API vasitəsilə Defectoja, Defectoja avtomatik olaraq bura deploy edəcək və siz də bunu burada görəcəksiniz. Bir də gir, oradan JSON-u çıxar, tulla, bura deploy elə. Yəni ki, bu biraz, belə deyək də, manualdır da bu. Mən sizə manual da göstərməliyəm. Yəni ki, olmayan yerdə də, belə deyim. Və sizə avtomatlaşdırmanı da göstərməliyəm. İnşallah da onu gələcək dərslərimizdə görəcəyik. Bundan da əlavə sadəcə dünənki dərsim bu davamı idi. Yəni davamı idi bildiyiniz kimi. Çalışdım ki, bunu da tam sizə başa salım ki, yəni özünüz manual şəkildə əgər sizin bir belə deyək DevOps mühitiniz yoxdursa və sizdə belə developerlər əgər proqram təminatı varsa, yazıblarsa onun manual şəkildə yoxlanılmasını mən sizə başa saldım. İnşallah gələcək bundan sonraki dərsimiz bizim olacaq Dast haqqında, Dastın yüklənmə qaydası, Dastın inteqrasiya qaydası, yəni ki, inteqrasiya deyəndə yüklənib və necə skan eləmək lazımdır, o qaydasını göstərəcəm sizə. Və onu da, Dastı da biz çalışacağıq ki, avtomatlaşdırıb, belə deyək, bizim pipeline-da yerləşdirək. Və orada da bəzi məsələlər var. DevOps mühitində hansı mühitlərdə biz onları yerləşdirməliyik. Yəni ki, orada bilirsiniz də dev, test, pre-prod, prod məsələləri var. Məsələn, prodda deep scan eləyir. Məsəl üçün, prodda isə fast scan eləyir ki, belə deyək, proddur da adı üstündə.
Yəni bunlara da diqqət eləyəcəyik və mən sizə gələcəkdə başa salacağam ki, məsəl üçün bir şirkətə DevSecOps mütəxəssisi gedəndən sonra sizə deyəndən sonra ki, məsəl üçün bizə DevSecOps tool lazımdır. Üzr DevSecOps-dan toolları almaq lazımdır. Yəni avtomatik olaraq siz biləcəksiniz ki, kod analiz toolu bizə lazımdır. Məsəl üçün SAS lazımdır, SCA lazımdır, Container Security lazımdır və Infrastructure as a Code Security də lazımdır. Bu dördü də hökmən lazımdır. İndi orada IaaS da var, RAS da var. Mən onlar haqqında da ayrıca danışacağam, amma ki belə bir şey yoxdur. Belə deyək də, şərait yoxdur ki, mən onu qurum da. Yəni ki RASP, məsələn, RASP üçün bizə WAF lazımdır. Hər bir kliki WAF-da, RASP-da nə edir? Hər bir kliki yoxlayır. O da bir dərin mövzudur. Ondan da üstündən keçəcəyik. Onun haqqında da mən sizə danışacağam. IaaS-da qurmuşam. IaaS da asandır, belə çətin bir şey deyil. Amma o test mühitlərində qurmaq daha məsləhətdir. Production mühitdə qurmaq məsləhət görmürlər onu. Yəni mən qurmamışam production, mən onu həmişə testdə görmüşəm, ona görə deyirəm. İnşallah onlar haqqında da keçəcəm sizə. İnşallah çalışacağıq kodların belə deyək də necə kommunikasiya qurmaq lazımdır developerlərlə, DevOps mütəxəssisləri ilə ki, çıxan bu boşluqları necə fix eləmək lazımdır, hansı vaxta qədər fix eləmək lazımdır və siz onu yenidən recheck eləyəsiniz. Başa düşdünüz? Kodlar dəyişəndən sonra, ya əgər bizim belə deyək, DevOps mühitdə bu artıq inteqrasiya olunubsa, bizim DevSecOps toolları, məsələn, SAS, SCA, Container Security və Infrastructure as a Code Security. Əgər bizim inteqrasiya olunubsa, onsuz da ora developerlər hər hansı bir push eləyən vaxtı və yaxud da DevOpslar hər hansı bir push eləyən vaxtı bizim pipeline işə düşəcək. Bizim JSON fayllarını deploy eləyəcək, yenə Defectorja, yenə də yoxlayacaqsınız ki, bunlar həqiqətən də, yəni developerlər və ya da DevOps mütəxəssisləri bu belə deyək də, həmən çıxan findingləri, yəni ki, fix eləyiblərmi? Yəni ki, fix eləməsələr, yenə də siz report yazıb onlara göndərirsiniz ki, bunlar tam fix olunmayıb və onlar əgər yenə də deyirlər ki, biz fix eləmişik, siz yenidən recheck eləyirsiniz. Belə-belə, yəni ki, belə soft skill məsələləri də həll olunur ki, qarşılıqlı bir-birinizlə anlaşırsınız, danışırsınız ki, bu boşluqlar həll olunmalıdır ki, belə deyək, produkt, yəni şirkətin produktu belə deyək, publish olanda artıq müştərilərə istifadəyə veriləndə təhlükəsiz olsun ki, hakerlər ora və ya da zərərverici, belə deyək, mütəxəssislər deyək də onlara, ora zərər vurmasınlar. Yəni ona görə də siz bunu qarşısını öncədən alırsınız. Aydın oldu dostlar. Ona görə də belə hissələrə çox diqqət eləyin. Belə deyək də, belə şeyləri track eləmək lazımdır. Yəni izləmək lazımdır. Nəzarətdə saxlamaq lazımdır. Ona görə daimi olaraq, yəni deyək, scan toollarını mütəmadi olaraq siz öz mühitlərinizdə belə deyək də, sizin DevOps mühitiniz olmasa da belə və ya da GitOps mühitiniz olmasa da belə, yenə də manual olaraq yoxlamaq da yəni böyük bir işdir. Yəni ki, balaca bir iş deyil. Hətta mən manual yoxlayandan sonra da hətta girirəm papka, belə həmənki folderların içinə, bir-bir faylların içinə girib baxıram, görürəm bəlkə ola bilər də false positive də ola bilər və yaxud da ki, belə girirəm faylların için bir-bir, yəni ki, yoxlayıram. Yəni həqiqətən də bu boşluq var və yaxud da yoxdur, bunu tam dəqiqləşdirirəm. Amma indi deyə bilərsiniz, müəllim, onda tool nəyə lazımdır? Elə girim əlindən yoxlayım. Yox, əgər siz bu toolun belə deyək də həqiqi versiyasını alsaz, çünki mən bu mütəxəssislərlə, o vendorlarla özüm çox vaxt danışıram. Adamlar deyir ki, siz bunun həqiqi versiyasını alsaz, həqiqətən də çox əlverişlidir və hamısının nöqtəsinə qədər tapır. Aydın məsələdir ki, xırda onlar bir toolu qoyurlar ki, xırda bir səviyyədə yoxlasın. Yəni ki, ən azından çıxartsın ortaya nəsə qoysun, amma hamısını yox, bir hissəsini də başa düşürsünüz. Demoda belədir də, hamısını yox, bir hissəsini çıxardır verir sizə. Ona görə də onun full versiyasını alandan sonra aydın məsələdir ki, o sizə bütün hər şeyi, bütün boşluqları nöqtəsinə qədər çıxardıb neyinir, göstərir. Oldu dostlar, sağ olun. İnşallah videolarımız davam edəcək. İnşallah çalışacağıq ki, sizin üçün daha da DevSecOps-u daha da sevdirək. Belə deyək də sizə.
Oldu. Sağ olun, minnətdaram hamınıza. Kimin nə sual olsa, zəhmət olmasa kommentariyalarda qeyd edə bilər.